Oktyabrın 1-dən Azərbaycanda məktəb avtobusları layihəsi start götürəcək. Təhsil zamanı APS istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, gələn aydan bununla bağlı pilot layihə icra ediləcək. Hazırda özəl sektorla bir yerdə təxminən 1300 uşaq var. Layihəyə oktyabrın 1-dən başlanılacaq. Ümumilikdə bizim üçün də bu maraqlı layihədir. Biz də bu prosesi daha da asanlaşdırmaqla bağlı müəyyən müzakirələr apardıq ki, bu avtobusların xətlərə buraxılması daha sürətli olsun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bir yerdə çalışırıq. Hazırda bu layihə 12 dövlət və özəl məktəbi əhatə edir. Hansı məktəblər tıxaca daha çox təsir edirsə, o məktəbləri cəlb etməyə çalışırıq. Amma bu valideynlə həmin şirkət arasında olan münasibətlərdir. Bizim işimiz daha çox bunu mümkün etməkdir. Gələn aydan bu pilot səviyyədə tətbiq ediləcək. Amma 1300 uşaq da az deyil. Çünki bunların hamısı şəhərin mərkəzi məktəbləridir. Elm və Təhsil naziri Emin Əmrullayev əlavə edib ki, dövlət layihəsinin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur. Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq.